Salam əziz şagirdlər, növbəti riyaziyyat dərsinə xoş gəldiniz. Bugünkü dərsimiz ehtimalların hesablanmasıdır. Hadisənin ehtimalı əlverişli halların sayının mümkün halların sayına olan nisbəti kimi hesablanır. Nümunələr əsasında tərifi tətbiq edək. Şəkildəki çərxbilək taxtası üzərində onu oxun, yaşıl, sarı və qırmızı rəngli üzərində dayanma ehtimalını tapar. Çərxbiləyə diqqətlə baxsaq, onun 8 bərabər hissəyə bölündüyünü görərik və bunlar sarı, yaşıl və qırmızı olaraq rənglənmişdir. Mümkün halların sayı hər bir hal üçün 8-dir, çünki çərxbələk 8 bərabər hissəyə bölünmüşdür. Mümkün halların sayına bütün rənglər üçün 8 yazılır. Yaşıl üçün əlverişli halların sayına baxaq. Yaşıl üçün əlverişli halların sayı 3-dür. Bu zaman biz ehtimal tapmaq üçün əlverişli halların sayını bölməliyik mümkün halların sayını. Deməli, ehtimal olur 8-də 3. Sarı rəng üçün əlverişli halların sayı 4 xanadan ibarətdir. Deməli, 4-dür. Ehtimalı hesablayarkən əlverişli halları bölür mümkün halların sayı olur 8-də 4. Kəsin əsas xassəsinə görə biz bunu 2-də 1 olaraq yaza bilərik. Daha sonra qırmızı. Qırmızı üçün əlverişli halların sayı 1-dir. O zaman ehtimalımız olacaq 1 bölünsün 8, yəni 8-də 1. Digər bir nümunəyə baxaq. Torbada 2 qırmızı, 4 mavi şar. Torbadan bir şar çıxarılarsa, onun qırmızı rəngdə olma ehtimalı nə qədərdir? Torbada ümumi şarların sayı 6-dır. Deməli, mümkün halların sayı 6-dır. Bir şar çıxarılır və bu qırmızı rəngdə olsun. Qırmızı rəng üçün əlverişli halların sayı 2-dir. Və bu zaman ehtimal tapmaq üçün əlverişli halların sayını mümkün halların sayına bölmək lazımdır. Cavabımız olur 6-da 2 və kəsin əsas xassəsinə görə biz onu 3-də 1 yaza bilərik. Bir çantadakı topların 5'te 2'si qırmızı, 10'da 3'ü sarı, 10'da 1'i mavidir. Qalan 10 top yaşıldırsa çantada neçə top var? Qırmızı rəngli topların hissəsini 10'da 4 yaza bilərik. Diqqət edək, qırmızı 10'da 4, sarı 10'da 3, mavi 10'da 1. Görək, yaşıl toplara hansı hissə qalır? Yaşıl topların hissəsini tapmaq üçün hissələri toplayırıq, edir 10'da 8 hissə. Deməli, 10 dənədən ikisi yaşıl üçün qalmışdır. Yaşıl üçün hissələr 10'da 2 hissədir. Və bu 10'daki hissə 10 topa bərabərdir. Hissəyə görələri tapmaq üçün ədəd kəsrin surətinə bölünür, məxrəcinə vurur. Və cavabımız olur 50. Deməli, çantada 50 top varmış. Diqqətinizə görə təşəkkür edirəm.